Salam olsun hər kəsə, salamlayıram hər birinizi. Bu dərsimizdə sizinlə praktika məqsədi ilə yazacağımız To-Do app layihəsinə ümumi nəzər salmış olacağıq. Yəni bu layihədə görək hansı funksionallıqlar var, biz hansıları yazmış olacağıq. Baxın, mən burada 70-ci folderdə ümumi baxış adında yazmışam. To-Do app ilə bağlı birinci dərsimizdir bu. Ümumilikdə isə təbii ki 70-ci folderdir. Və ilk belə deyək də To-Do app-i tanıtmağa keçməzdən öncə bir məsələni demək istəyirəm sizə. Baxın, burada öncəki layihələrimizdə, məsələn, burada Local Stories'də, Session Stories'də bunları keçdiyimiz zaman biz burada lini biraz fərqli formatda, yəni bu formada ikon və button, deməli, iki dənə ikon formasında yox, button içərisində ikon formasında yazmışdıq. Yəni bu ilər, fikir versəz əgər, buttonun içərisindədir. Mən bunu burada sadəcə ikon formasında yazdım. Niyə görə? Çünki bu İndi burada belə deyək də, eventlər əlavə etdiyimiz zaman Y parametrinin parent elementini falan tutduğumuz zaman bizə lazım olacaq. Yəni daha belə deyək də, rahatlaşdırmaq üçün işi sadəcə deməli icon yerləşdirdim bura. Amma təbii ki, siz istəsəz buttonla yazmağı onu da yaza bilərsiniz. Sadəcə burada belə deyək də, əlavə kod yazılmış olacaq. Amma mən burada daha sadə olması üçün ikon, deməli update ikonu yerləşdirdim və remove ikonu yerləşdirdim. Bunlar zaten vardı. Öncəki layihələrə də baxsaz, öncəkilərə, orada da var bunlar. Sadəcə button içərisində idi. Mən o button içərisindən çıxardım. Bu yeniliyi eləmişəm. Yəni zaten dərs altına da bu deməli 70-ci folderi yükləyəcəm mən. App.js indi burada hal-hazırda doludur. Bu formadadır. JavaScript kodları da var. Yəni öncədən mən bunları yazdım. Amma təbii ki, App.js-i boş formada yükləyəcəm ora. Amma index HTML isə bu formada. Yəni burada nə varsa hamısı orada olmuş olacaq. Məsləhət də görürəm ki, siz bu dərs altından bunu yükləyin və bunun üzərində artıq App.js-i mənimlə bərabər doldurmağa başlayaq. Belə, bu ümumi məlumatı verdikdən sonra gəlin keçək artıq layihənin tanıtımına. Baxın, burada belə bir şey var. Deməli, input var burada, elevate var. Yəni bunları biz öncədən bilirik zaten. Input var, elevate butonu var, to-do'lar yazılıbdır. Onun altında to-do'lar yerləşdirilib. Edit butonu var, daha sonra remove, yəni to-do'ları silmək üçün burada ikonumuz var. Burada isə təmizlə butonu var. Yəni bütün to-do'ları silmək üçündür bu. İndi gəlib burada sağ düyməni vurub inspect eləsə əgər, burada görəcəyik ki, belə bir şey gəldi. Baxın, keçək bura application tərəfə keçək. Local Storage-ə baxmaq istəyirik biz. Local Storage-ə keçirik və burada gəldi, açdıq bu səhifəni. Gəldi burada. Bunu da biraz yuxarı çəkək ki, kamera bağlamasın. Fikir verin, burada to-dos adında array kimi yerləşdirmişik. Təbii ki, stringdir. Burada hal-hazırki versiyası stringdir. Çünki JSON string file metodundan istifadə edərək biz gətirdik bura və local storage-də məlumatlar necə saxlanır, bununla bağlı danışmışıq öncəki dərslərdə. Yəni, biz bura əlavə etdiyimiz to-do'lar ki var, bunlar həm də local storage əlavə olunur və səhifəni refresh etdiyimiz zaman bunlar buradan silinmir. Burada lokalda olduğu üçün buradan çəkib ekranda göstəririk. Aydındır? Belə. İndi gəlin ümumi funksionallıqlarına baxaq. Baxın, məsələn, burada boşdur hal-hazırda, elə deyil inputumuz. Enter-i də vuranda qəbul eləyir, elevate-ə klik etdiyimiz zaman da qəbul eləyir. Çünki bu button da bu formu submit eləyir. Enter-də vuranda form submit olduğu üçün bura işləyir. Enter-ə vururam, fikir verin, burada bir mesaj çıxır bizim üçün. 1 saniyə qoymuşam mesajın vaxtını, indi klik etdiyim zaman çıxır bura. Boş dəyər daxil edilə bilməz. İndi bu teksti dəyişə bilərsiniz siz təbii ki. Bildiriş də sadəcə ki, alert vermədim. Məsələn, burada sadəcə görünüş tərəfdən yaxşı görünməsi üçün bura gətirdim. Burada dediyim kimi teksti dəyişə bilərsiniz. Yəni, mən yazmışam, boş dəyər daxil edilə bilməz. Yəni, burada hər hansı bir şey yazmalıyıq da biz. Daha sonra, məsələn, buraya yazıram, to-do 4 yazıram. To-do 4 deyil, məsələn, başqa bir şey də yazabilirim. Məsələn, kitab oxumaq. Oxumaq yazıram bura. Enter vururam, baxın, to-do əlavə edildi mesajı çıxır. Bura kitab oxumaq əlavə olundu və local store-da əlavə olundu. Refresh eləsəm də bu itməyəcək buradan. Çünki local store-da zaten var, oradan gəlir məlumatlar bizə. Daha sonra, məsələn, bunu mən buradan silmək istəsəm və ya edit eləmək istəsəm, indi gəlin editə baxaq, yəni update eləmək istəyirik də. Baxın, kitab oxumaqdır burada, elə deyil. Mən icon-a vurduğum zaman, update icon-a vurduğum zaman, bunun text contenti gəlir, yerləşir bura. Bu linin text contenti gəldi, yerləşdi bura, elə deyil. İndi mən məsələn bunu buradan əgər silsəm tamamilə, elevate vursam, yenə deyəcək boş dəyər daxil edilə bilməz, bu da yerində qalacaq. Yox, əgər mən bunu vurdum bura, məsələn, kitab oxumaq test yazıram. Test yazdım, Enter-i vurdum, baxın, to-do update edildi yazdı artıq. Yəni, burada yeni to-do əlavə etməliyik, fikir verin. Kitab oxumaq zaten vardı, biz bunu update elədik, text contenti bu formada oldu. Və burada da fikir verin, data olaraq contentində, biz datanı hazırlamışıq burada array içərisində obyekt kimi və burada ID-si var, bu ID də unique-dir, yəni belə deyək, random formada seçilir, onu da göstərəcəm təbii ki.
Və content hissəsində də bura yazdığımız inputun value'su yerləşir. Kitab oxumaq test. İndi məsələn bunu təzədən edit eləsəm, baxın, kitab oxumağa çəkirəm bunu. Enter vururam, to do update edildi və bu kitab oxumaq oldu. Yəni yeni bir şey əlavə olunmadı. Amma məsələn təzədən məsələn kitabları oxumaq belə bir şey əlavə etsəm, bu yeni bir to-do'dur. Ona görə də bura yeni bir to-do olaraq əlavə olundu və burada da lokala da əlavə olunmuş oldu. İndi mən bunu silmək istəsəm buradan, baxın, remove-a vururam, fikir verin. Bildiriş də çıxır, to-do silindi, həm lokaldan, həm də UI-dan silindi. Bu kitab oxumağı silmək istəsəm, vururam, həm buradan silindi, UI-dan, həm də lokaldan silindi və mesaj da bizə çıxdı. To-do 2-ni silmək istəyirəm, məsələn, to-do 2 buradan da silindi, 1-lə 3 qaldı, burada da 1-lə 3 qaldı. İndi məsələn bunların hamısını silmək istəsəm mən təmizliyə vuracam. Baxın, bütün to-do'lar silindi yazdı. Həm lokaldan silindilər, həm də UI-dan silindilər, yəni buradan silindilər. İndi təzədən buna təmizliyə vursam, baxın, deyir ən az bir to-do olmalıdır. Yəni hamısını silmək üçün ən az bir to-do olmalıdır. İndi burada dediyim kimi mətni dəyişə bilərsiniz siz. Yəni burada göstərmək istəyirik ki, heç bir to-do yoxdur da, sən bunların hamısını nətər silə bilərsən. Vururam, baxın, ən az bir to-do olmalıdır yazır. Belə, yəni yenidən to-do əlavə etmək istəsək, məsələn, to-do 1 yazıram, əlavə olunur burada, burada və mesajda göstərilir bizə. Məsələn, to-do 2 deyirəm, bu formada əlavə olunur. Ümumilikdə funksionallıq bundan ibarətdir. Yəni layihəmiz bundan ibarətdir və bir neçə dərsə bunu bölüb belə deyək də yerləşdirəcəm, video halına gətirəcəm daha doğrusu. Yəni məsələn to-do'ların əlavə olunması həm UI-ya, həm də lokala, daha sonra to-do'ların deməli update edilməsi həm UI-dan, həm də lokaldan, silinməsi həm UI-dan, həm lokaldan, hamısının silinməsi həm UI-dan, həm lokaldan. Bunların hamısını funksiya halına gətirərək, baxın burada yazdığım funksiya halına gətirərək bu formada çalışacağam ki, yazım təkrardan sizinlə bərabər. Belə, ümumilikdə layihə haqqında məlumatımız bu qədərdir. Sizə məsləhət görürəm ki, bu layihəni mütləq şəkildə mənimlə bərabər yazın. Ola bilər ki, bəzi yerlərdə çətinlikləriniz olsun, bu qəbul olunandır. Yəni bu tərəfdən heç də narahat olmayın. Təbii haldır ki, problemlər çıxacaq. Sadəcə əsas məsələ odur ki, dərsdə harda boşluq varsa həmən mövzunu izləyin. Yəni bu yazılan praktika layihəsi, bu to-do app onun üçündür ki, keçirilən mövzuları təkrar edək. Görək biz onları həqiqətən anlamışıq yoxsa yox. Yəni bunu test eləyəcəksiniz siz. Təbii ki, rahat formada rahat forma dediyim, yəni təbii haldır ki, errorlar çıxacaq və mən də çalışacağam ki, burada məsələn mənim yazdığımda da errorlar təbii haldır ki, çıxacaq. Çalışacağam ki, bunları kəsməyim. Sizinlə bərabər bu errorlarla qarşılaşaq və siz də belə deyək də yad olmayın bu errorlara. Yəni siz də görün ki, belə bir error çıxa bilər, başqa bir yöntəm də yoxlaya bilərik. Və burada yazılan təbii ki, kodları siz fərqli formada da yaza bilərsiniz. Bu da mümkündür. Yəni belə deyək də hər insan fərqli formada düşünüb yaza bilər bunu. O da qəbul olunanda əsas odur ki, eyni qapıya gedib çıxa bilək. Və çalışacağam ki, qeyd etdiyim kimi funksiyalara bölərək yazın bu to-do app-i ki, sizə də aydın görsənsin və səliqəli formada kod yazmış olaq. Belə, layihə haqqında qeyd etdiyim kimi ümumi məlumat bu qədərdir. Növbəti dərsdə görüşək.